Necəsə Elçin bəy? Tamam. Siz necəsiniz? Sağ olun, şükür, yaxşıyam. Elçin bəy, çox sağ olun. Buyurun. Necə oldu Əfranfil bəy? Maşını bu qədər rahat gözləmirdim. Çöl səsləri vermir, amortizatorları çox yumuşaqdır. Hətta çəkilişin ortasında sizin müştəriniz də gəldi Nurlan. Sən nə edirsən burada? Bu benzin də standart. Səndə hibrid idi? Onda hibriddir. Mən elə bilirdim H6-nın benzin sərfiyyatı aşağıdır. Sərfiyyat nə qədər? 6 litr, 5 litr, o qədər azdır. Hibriddə ümumiyyətlə aşağıymış. Nurlandan sonra oturmuşdum kafedə. Dedim, kofedən çaydan nəsə içim. Sabik onu tanıyırsınız, o da sizin müştəriniz. Məni gördülər. Söhbət elədi oradan buradan. Kamera söhbətinə keçəndə Kamera sistemi. Şoka düşdüm keyfiyyətinə. Çox qəşəng keyfiyyətlidir. Hətta mən deyərdim ki, maşının bütün pəncərələrini bağlasan, yenə də parkovka edərsən sən kameraya. sonra görürəm ki, maşını götürüblər, bağlayıblar bütün pəncərələri. Ancaq kamera ilə sürürdülər. Əflatın demişdi ki, mümkündür bunu eləmək, belə park eləmək. Mən biraz da dərinə getmək istəyirəm. Mən ümumiyyətlə bu treki daldalı, belə pəncərələri pərdəli sürəcəm. Elçin bəy, çox sağ olun. Sağ olun. Mən gördüm deyəsən Julian'ın da test drive var. Var.